Salam əziz şagirdlər. 8 fevral Daxili Akademiyada 9-cu siniflər üçün keçirilmiş blok imtahanının riyaziyyat suallarının izahını sizlərə təqdim edirəm. Əvvəlcə başlayaq birinci sualdan. 6x4 y4 rəqəmli ədədinin 4-ə və 15-ə bölünməsi qalıqsız bölünürsə, x-in ala biləcəyi ən böyük qiyməti tapın. Əvvəlcə gəlin, ədədi qeyd edək. 6x4 y. 4-ə bölünmə əlaməti bildirir ki, son 2 rəqəmin əmələ gətirdiyi ədədin son 2 rəqəmin əmələ gətirdiyi ədəd 4-ə bölünürsə, deməli həmin ədəd 4-ə bölünür. 4-ə bölünməsi üçün y-in ala biləcəyi qiymətlər nə olacaq? Y yerinə 0 yazsaq 44-ə bölünür. 4 yazsaq 44 4-ə bölünür. Bir də 8 yazsaq 48 4-ə bölünəcək. Gəldik 15-ə bölünmə əlaməti. 15-ə bölünmə əlamətdəki eyni zamanda 3-ə və 5-ə bölünən ədədlər 15-ə bölünür. Ədədin 5-ə bölünməsi üçün sonu 0 və 5 ilə bitməlidir. Ona görə 4 və 8 variantı ola bilməz. Sonu 0 ilə bitən variant doğrudur. Deməli, 3-ə bölünmə əlaməti isə ədədin rəqəmlərin cəmi 3-ə bölünürsə, həmin ədəd də 3-ə tam bölünür. Ədədin rəqəmləri cəmi 6, 4 və 0 cəm 10 eləyir. 10 plus x. X-in yerinə ədədlər qoymalıyıq ki, bu 3-ə tam bölünsün. X ola bilər 2, 12 tam bölünəcək. 5, bir də 8. Mənə x-in ala biləcək ən böyük qiyməti soruşduğuna görə cavabımız olacaq 8. Gəldik ikinci suala. 2-də bizə nə deyir? Aşağıdakilərin hansılarının mənası yoxdur? Bilirik ki, cüt dərəcədən olan kök altı ifadənin mənası sıfırdan böyük olduğu halda olur. Yəni kökün altındakı ifadə həmişə sıfırdan böyük bərabərdir olmalıdır. Bir tərəfdən də əgər ədəd mötərizənin içində yazılmayıb kvadratın tapılmasını soruşursa, məsələn, mənfi 4-ün mötərizəsiz kvadratı. Mənfi 4-ün mötərizəsiz kvadratı mənfi 4 vurulsun 4 deməkdir. Bu da mənfi 16 edir. Amma mənfi 4-ün mötərizə ilə olan kvadratı isə mənfi 4 vur mənfi 4, yəni müsbət 16 olacaq. Deməli, mötərizəsiz kvadratı mənfi 16, mötərizə ilə kvadratı isə müsbət 16-ya bərabərdir. Gəldik birinci suala, birinci variantı daha doğrusu. Mənfi 4-ün mötərizəsiz kvadratı burada mənfi 16 eləyir. Mənfi 16 elədiyinə görə, mənfi 16-ını da 3-ə vuranda mənfi 48 eləyir. Kökün altı mənfi olduğuna görə bu ifadənin mənası yoxdur. Aha, bunu götürəcəyik. Bir tərəfdən də. İkincidə isə, deməli, mənfi 4-ün mötərizəli kvadratı müsbət 16-dır. Mənfi 3-ü müsbət 16-ya vuranda mənfi 48 eləyir. Yenə mənfi olduğuna görə bunun da mənası olmayacaq. Üçüncüdə mənfi 3 vurulsun. Mənfi 4-ün mötərizəsi kvadratı mənfi 16 olduğuna görə mənfi 3-ü mənfi 16-ya vuranda müsbət 48 eləyir. Kök altı ifadə müsbət olduğuna görə mənası var. Həmçinin 4-cü sualda da 3-ü müsbət 16-ya vuranda müsbət 48 edir. Onun da mənası var. Ona görə bizim doğru cavabımız olacaq 1-dən ikinci variant. Yəni mənası olmayanlar 1 və 2 olacaq. Gəldik 3-cü suala. Tənliyin köklərinin kvadratları cəmi 15-dir. Viet teoremindən bilirik ki, x1 üstəgəl x2 bərabərdir. Əks işarə ilə mənfi b bölünsün a. Yəni köklərin cəmi olacaq müsbət 5. Köklər hasildə olacaq c. Yəni 5. Yox, m. 5 nədir? M. Bərabərdir m-ə. Köklərin kvadratları cəmi. Deməli, köklərin kvadratları cəmi 15 olarsa, gəlin yazaq. x1-in kvadratı üstəgəl x2-nin kvadratı bərabərdir 15-ə. Buradan köməkçi düsturdan istifadə etsə olacaq x1 üstəgəl x2-nin kvadratı çıx 2x1 x2 bərabərdir 15. x1 plus x2 yəni 5 yazsaq olacaq 5-in kvadratı, yəni 25 çıx x1 x2, yəni 2x1 x2 olacaq 2m bərabərdir 15-ə. Buradan 2m bərabərdir 10, m də bərabərdir 5 olduğu halda tənliyin köklərin deməli cəmi 15, kvadratlar cəmi 15 olacaq. Gəldik 3-cü suala, 4-cü suala daha doğrusu.
4-də bizə nə deyir? BFA və şərtdə verib beta, deməli BFA bucağını 100 dərəcə verib bizdən x soruşur. Bildiyimiz kimi bu bucaqla baxın FA'yı bucağı ilə, yəni FA'yı bucağı ilə DBF bucağının cəmi 100 dərəcəyə bərabərdir. Həmçinin asanlaşa bilməsindən bunu bilirik. Alfa üstəgəl beta bərabərdir 100 dərəcə. SBFA 4 bucaqlısının daxili bucaqların cəmi 360 dərəcədir. Alfa ilə betanın cəmi 100 dərəcədir. Bir 100 dərəcə burada var. 100 plus 100 bərabərdir 200. Mən BCA bucağını tapmaq üçün 360 dərəcədən 200 dərəcədən çıxmalıyam. 360 çıx 200 bərabərdir nəyə? 160 dərəcəyə. Deməli BCA bucağı olacaq 160 dərəcə. Sonra keçdik 5-ci suala. Bunları silək. A plus B plus C 8 şərtini ödəyən tam ədədlər üçün A üstəgəl, B üstəgəl, C üstəgəldir. Aşağıdakilərdən hansı ola bilməz? Gəlin A üstəgəl, B üstəgəl, C-ni yenə 8D yazsaq aşağıda. Yəni bura 8D yazsaq olacaq 8D üstəgəlsin D olacaq 9D. Bizim aldığımız cavab 9-a bölünən bir ədəd olmalıdır. Aşağıdakilərin hansı 9-a bölünmürsə onu seçməliyik. Mənfi 1296 rəqəmləri cəmi baxaq ki, 9-a bölmə əlamətində ədədin rəqəmləri cəmi əgər 9-a bölünürsə, həmin ədəddə 9-a tam bölünür. A variantında rəqəmləri cəmi eləyir 18. 9-a bölünür, ola bilməz. Ola bilər, yəni. 288 rəqəmləri cəmi yenə 18 eləyir, ola bilər. 549 cəm 18 eləyir, yenə 9-a tam bölünür. C0, 0-da 9-a bölünür. Amma bu variantında rəqəmləri cəmi deməli 14 eləyir. Ona görə bu 9-a bölmədiyinə görə bizim variantımız olacaq bu variantı. Gəldi 6-cı suala. Tərkiblər sistemində x, y xasını soruşur bizdən. Biz belə bir şey yaza bilərik burada ki, bizdən yuxarıda x çıx y yazıb, aşağıda isə y çıxısın x6 verib. Y çıxısın x6 olarsa əgər x çıxısın y olacaq mənfi 6, yəni əksi. Yuxarıda da yazıram x, y üstəgəl mənfi 6 bərabərdir 7-yə. Buradan mənfi 6-nı x çıx y bərabərdir mənfi 6-ya. Yuxarıdan mənfi 6-nı sağa atsam x, y olacaq 7 plus 6. Yəni cavab olacaq 13. Rahat bir sual idi. Gəldik 7-ci suala. Bunu silək. Dox 7-ci sualda nə deyir bizə? 5 plus kök altında 7 ədədin tərsini tapın. Uşaqlar, biz bir ədədin tərsini tapmaq istəyiriksə, biri həmin ədədə bölməliyik. Yəni, qarşılıqlı tərs ədədlərin hasili 1-ə bərabərdir. Ona görə biz ikinci ədəd tapmaq üçün birinci ədədə bölməliyik. Yəni, 5 plus kök altında 7 ədədin tərsini tapmaq üçün 1-i bölməliyik. 1-i bölməliyik 5 üstəgəl kök altında 7-yə. Bu irrasional ifadəni də irrasionalı azad eləmək üçün qoşmasına vurmaq lazımdır. Bilir ki, 5 plus kök altında 7-nin qoşması 5 minus kök altında 7-dir. Məxrəci 5 minus kökdə 7-yə vururuqsa, avtomatik sürətdə 5 minus kökdə 7-yə vurmalıyıq ki, kəsirin mənası dəyişməsin. Olacaq nə? Bərabərdir. Sürətdə kvadratlar fərqi düsturudur. A plus B, A çıx B. Yəni, A kvadratı çıx B kvadratı. 5-in kvadratı 25, çıx kökdə 7-nin kvadratı 7. Sürətdə də olacaq 5 çıx kök altında 7. Bu da olacaq 5 çıx kök altında 7 bölünsün 18. Deməli, 5 plus kök altında 7 ədədinin tərsi 5 çıx kök altında 7 böl 18 variantı olacaq. 8-ci sual.
A ədədini 50% azaldıb, sonra alınmış ədədi 50% artırdılar. A ədədi necə dəyişdi? Uşaqlar, faiz məsələlərində bu tip suallarda A ədədini 100 verməklə həlləmək daha məqsədə uyğundur. A ədədi olsun, deməli 100. 50% azaldıramsa, deməli 50% qalır. 100 vurulsun 50 böl 100, yəni 50'si qaldı. Təzədən A ədədini 50% artırdılar, yəni 50'ni 50% artırdılarsa, 50'ni 150'yə vurub 100'ə bölə bilərik. Burada olacaq 75. Ədəd necə dəyişdi A ədədi? Əvvəl 100 idi, olub 75. Gəlin görək neçə faiz azalıb. Neçə faiz azaldığını tapmaq üçün aradakı fərqi əvvəlki kəmiyyətə bölmək lazımdır. Yəni 25'i böləcəm 100'ə, vuracam 100'ə. Bu da eləyir 25% azalmıştır. Cavabımız olacaq bu variantı. 25% azaldı. Gəldik 9-cu suala. Aşağıdakilərin hansının dərəcəsi A-nın dərəcəsinə bərabərdir? Bilirik ki, bir həddin dərəcəsi onda olan dəyişənlərin qüvvətləri cəmidir. Deməli, A bir həddin dərəcəsi olacaq 4 üstəgəl 3 üstəgəl 1 dəyişənlərin qüvvətləri cəmindən gedir söhbət. Olacaq 8. Aşağıdan dərəcəsi 8 olanı tapmalıyıq variantlardan. A variantında 2 dəfə 3 6, 6 üstəgəl 5 ortada vurma olduğuna görə toplanır əsasları bərabər olan bir hədlər. 6 üstəgəl 5 11. Bunun dərəcəsi olacaq, deməli 11. C variantının dərəcəsi olacaq 2 dedim, C variantı yox. B variantının dərəcəsi. B variantı çox həddi olduğuna görə dərəcəsi olacaq. Onda olan bir hədlərdən dərəcəsi böyük olanın dərəcəsinə bərabərdir. Deməli, burada ən böyük 4 olduğuna görə bu çox həddin dərəcəsi 4 olacaq. D variantında 10 olacaq. 10 olacaq. Y variantında 3 dəfə 2 6, 2 dəfə 4 8. Burada 14 olacaq. Amma C variantında bəli, dərəcə 8 olacaq. 2 dəfə 2 4, 4 plus 4 8. Doğru variantımız C variantı olacaq. Dərəcəsinə bərabər olan A1 həddisinin. Gəldik 10-cu suala. 50 şagirddən 14'ü ingilis dili, 21'i isə fransız dilini öyrənir. 5 şagird isə həm ingilis dili, həm də fransız dilini öyrənir. Gəlin uşaqlar. Eyler-Venn diaqramı çəkməklə məsələni həll edək. Ən rahat üsul. İngilis dili, fransız dili. 5 şagird həm ingilis, həm də fransız dilini öyrənir. İngilis dilini öğrenen 14 nəfərdirsə, onda yalnız İngilis dilini öğrenen 9 nəfərdir. 14'ten 5 çıxdıq. Yalnız fransız dilini öğrenen isə 16 nəfərdir. Bunların birləşməsiyə görə neçə nəfərdir ümumi? 9 plus 5 plus 16. Eləyəcək 30. Deməli 30 nəfər İngiliscə, fransız dillərini bilir. Bizdən soruşur ki, neçə nəfər heç bir dili öyrənmir? 50 şagirddən 30'u dil öğrenirsə, deməli 20 nəfəri, yəni 50 çıxılsın 30 bərabərdir 20 nəfəri heç bir dili öyrənmir. 11-ci sualda düzbucaqlı verilib. D-yə 8'dir. D-yə yox, 8 üstəgəl x-dir. AF x-dir, yəni y-sə bərabərdir. BC-ni də ki 6 verir. BC-ni qeyd edək 6. BC düzbucaqlının eynidir. Bizdən YF-i soruşur. Uşaqlar, biz Y'dən AB uzunluğuna perpendikulyar çəkək. Perpendikulyar çəkdiyimizə görə. Uşaqlar, D'yə x plus 8 isə onda AH bunu H-la işarə eləyək. AH da olacaq x plus 8. AH x plus 8 isə avtomatik FH 8'e bərabər olacaq. YH da BC-yə paralel və eyni zamanda hündürlük olduğuna görə, avtomatik hər ikisi hündürlük olduğuna görə YH da 6'ya bərabər olacaq. FYH düzbucaqlı üçbucaqdır. Katetlər də 8 və 6'dır. Onda FY hipotenuz olduğuna görə FY bərabərdir. Kök altında Pifagor teoremi 8'in kvadratı plus 6'nın kvadratı. Bu da bərabərdir 10. Deməli YF 10 olacaq. 10 santimetr.
12-ci sual. X manat pulu birinci ay 10 nəfər, ikinci ay isə 15 nəfər arasında bərabər olaraq bölünmüşdür. İkinci ay birinci ayın ikinci ay bir nəfərə düşən məbləğ nə qədər azalmışdır? Uşaqlar, birinci ay X manat pul 10 nəfər arasında bölünübsə, hər şagirdə X bölünsün 10 manat pul düşür. İkinci ay isə 15 nəfər arasında bölünüb, o da olacaq X bölünsün 15. İkinci ay bir nəfərə düşən məbləğ nə qədər azalmışdır deyirsə, uşaqlar, aradakı fərqi tapmalıyam. Görüm nə qədər bu azalıb. Orta məxrəc 30-dur. Yuxarıda da olacaq. 3-ə vurduğuma görə 3x çıx 2x bərabərdir. Deməli, x bölünsün 30-a bərabər olacaq. Yəni x bölü 30 manat qədər məbləğ azalıb. Sonra keçək növbəti suala. 13-cü sualda bizə B bölünsün əki obabi nisbətinin aşağıdakı hansına bərabər olduğunu soruşur. Natural ədədlər bölməsindən bilirik ki, uşaqlar, əbob AB vurulsun əkob AB bərabərdir A vurulsun B. Əkob AB vur, əbob AB A vurulsun B-yə bərabərdir uşaqlar. Bizdən B bölünsün əkob AB-ni soruşur uşaqlar. B bölünsün əkob AB tənasibin xassəsinə görə əbob AB bölünsün A-ya bərabərdir. Əbob AB bölünsün A-ya bərabərdir. Başqa yolla necə yazmaq olar? B-nin yerinə yazaram nə? B-nin yerinə, gəlin qıraqdan yazaq, rahat görürsənsin, səliqəli. B-nin yerinə əbob AB vur, əkob AB bölünsün A yazaram. Onu, deməli, B-ni ona bölürəm. B-ni onun yerinə yazdığıma görə bölünsün əkob AB. Əkob AB-yə bölürəmsə, avtomatik tərsindən edirəm, vururam. 1 bölünsün əkob AB-yə vururam. Xətt yaxşı alınmadı uşaqlar yapıyor. Əkob AB ilə əkob AB getdi, qaldı nə? Əbob AB bölünsün A olacaq cavabı, yəni. Silək bunu. Həm də tənasibin xassəsindən bilmək olur ki, B bölünsün əkob AB əbob AB B-yə bərabərdir. Gəldik 14-cü suala. Bərabər tərəfli sualda G ağırlıq mərkəzidir. Uşaqlar, ağırlıq mərkəzi deyiləndə ağla ilk gələn üstüzağın medianlarının kəsmə nöqtəsidir. Yəni, üstüzağın ağırlıq mərkəzi onun medianlarının kəsmə nöqtəsidir. AB 4 kökdə 3-dür. Bərabər tərəfli üstüzağın medianı bilirik ki, A kök altında 3 böl 2 düsturla hesablanır. A da 4 kökdə 3 olduğuna görə 4 kökdə 3-ü vururam, kökdə 3-ə bölürəm 2-yə. Eləyir 6. Üstüzağın deməli, median 6-dır. Mən də bilirəm ki, üstüzağın medianları kəsmə nöqtəsindən 2 böl 1 nisbətində bölünür. Təpə nöqtəsindən başlayaraq. Təpə nöqtəsindən başlayaraq 2 böl 1 nisbətində bölünürsə, təpə nöqtəsi deməli, bu isə olacaq nə? 2x. Bunu uzatsaq medianı, burada olacaq x. Olacaq nə? 3x bərabərdir 6-ya, x bərabərdir 2-yə. Məndən AG-ni soruşur. AG də 2x olduğuna görə 2 vurulsun 2 bərabərdir 4 olacaq. Gəldik 15-ci suala. Sinus olmalıdır ki, 2 ədinin kvadratı olsun. 2 ədinin kvadratı, yəni buradan bir çıxma olduğuna görə, yəni olmalıdır bu A çıxılsın B-nin kvadratı şəklində. Şuralar, bilirəm ki, 25x kvadratı, bunun açılışını yazacaq, əvvəldə açıq B kvadratının açılışı olacaq. A kvadratı çıx 2AB üstə gəl B kvadratı. Biz burada AB-ni müəyyən etməliyik. 25x kvadratı
5x-in kvadratı edir. Çıxılsın 2ab. Anı bilirəm 2 vur 5x-dir. 5x-in 2 vur 5x 10x eləyir. 10x-i nəyə vuranda 30 eləyəcək? Bilirik ki 3-ə vuranda. Avtomatik b-miz də olacaq 3. Üstəgəl b kvadratı olduğuna görə üstəgəl 3-ün kvadratı olacaq. C də 3-ün kvadratı olduğuna görə avtomatik C olacaq nə? Bu. Yəni 9. C olacaq 9. On altıncı sual. Tənliyi həll edin deyir. Bir məchul tənliklər bölməsinə aiddir uşaqlar bu sual. Kök altında x bərabərdir a tənliyinin həlli. Kök altında x bərabərdir a tənliyinin həlli. X bərabərdir a kvadrat olacaq. Amma bir tərəfdən onu bilməliyik ki, a sıfırdan böyük bərabərdir olmalıdır. Dərəcə a deməli a sıfırdan böyük bərabərdir olmalıdır. Dərəcə cüt olduğuna görə. Gəlin hər tərəfi kvadrata yüksəldik. X-in kvadratı bərabərdir x üstəgəl 2. Bu da olacaq x kvadratı çıx x çıx 2 bərabərdir 0-a. Tənliyin köklərin hasili v teoreminə görə mənfi 2, cəmi isə 1-ə bərabərdir. Tənliyin köklərin hasili, deməli, yəni yazıram. x1 üstəgəl x2 bərabərdir v teoreminə 1-ə. x1 vur x2 isə bərabərdir mənfi 2-yə. Bu köklər də bilirəm ki, mənfi 1 və 2-dir. Mən şərtdə demişdim ki, x0 böyük bərabərdir 0 olmalıdır. Cüt dərəcədən olduğuna görədir. Mənfi 1 yazsam, cüt dərəcədən kök altı ifadə mənfi ola bilməz. Ona görə bizim cavabımız olacaq yalnız 2. Variant. Gəldik 17-ci suala. 17-də uşaqlar C7 bucağı bərabərdir. B7 və ya B7-ni 102 verib. Mən C7 bucağını tapa bilərəm. Bucaq C7 bərabərdir. Bucaq C7 bərabərdir. Qonşu bucaqları olduğuna görə 180 çıx 102. Yəni 78 dərəcə. Bura 78 dərəcəyə bərabərdir uşaqlar. Mən də bilirəm ki, C7 bucağı həm də AB qövsü və CD qövsünün cəminin yarısına bərabərdir. AB qövsü üstəgəl CD qövsü bölünsün 2-yə bərabərdir. C7 bucağı. Ona görə gəlin tənliyi quraq. Deməli 2x üstəgəl 4 üstəgəl 5x plus 5 bölünsün 2 bərabərdir 78-ə. Çarpaz vursaq 7x üstəgəl 9 bərabərdir 100. Deməli 58-ə. 158 nə idi? 156-ya. 7x bərabərdir 147-yə. X də olacaq 21. Deməli, x soruşduğuna görə bizdə də x olacaq 21. 18-ci suala baxaq uşaqlar. Burada vurma əməli olduğuna görə natural qüvvət bölməsinə aiddir. Vurma olduğuna görə sürətli olacaq 3 üstü a üstəgəlinsin 6b. Bu da 3 üstü a üstəgəlinsin 4b. 81 də 3 üstü 4-dür uşaqlar. Bölmə əməli olduğuna görə qüvvətlər çıxılır. Əsaslar bərabər olduğuna görə qüvvətləri çıxa bilərik. Yazıram 3 üstündə a üstəgəlinsin 6b çıx a çıx 4b. Çünki mötərizənin qabağında mənfi işarəsi var. Bu da olacaq 3 üstü 4. A'lar islah olundu. Əsaslar bərabər olduğuna görə 2b bərabər olacaq 4-ə. Buradan da b bərabərdir 2-yə. B də bərabərdir 2-yə. Gəldik növbəti suala. İyirmi 5-ci sualda deyir ki, ədədin 5'də 1 ilə hasili AB üstü xəttə bərabərdir. AB üstü xəttə bilirik ki, 2 rəqəmli ədəddir.
Ədədi x-lə işarə edirəm. 5-də 1, yəni x-i vururam. 5-də 1-ə bərabər edirəm. AB üstündə xəttə. AB üstü xəttinin açılışda bilirik ki, uşaqlar 10A üstə gəlinsin B. Altda 1 ilə hasil isə B üst xəttə bərabərdir. X vur 6-da 1 bərabərdir BA üstü xəttə. Yəni 10 B üstə gəlinsin A. Biz yuxarıda hər tərəfi 5-ə vursaq, x nəyə bərabər olacaq? X bərabər olacaq 50A üstə gəlinsin 5B. Yuxarıda, aşağıda x-i 6-ya vursaq hər tərəfi 60B üstə gəl 6A. Bunlar eyni ədədlər olduğuna görə uşaqlar bərabərləşdirə bilərik. Yəni nə olacaq? 50A üstə gəl 5B bərabərdir 60B üstə gəl 6A. 6-nı sola atsaq olacaq 50-dən 6-nı çıxanda 44A. 5B-ni də sağa atsaq 60B-dən 5B-ni çıxanda 55B olacaq. Hər tərəfi 11-ə bölsək 4A bərabərdir 5B olacaq. Avtomatik bizdən AB hasilini soruşur. AB rəqəm olduğuna görə A 5 olacaq, B də 4 olacaq. Hasil də ki 5 vur 4 bərabərdir 20. 26-cı sualda nə deyir bizə? Baxaq. Çevrə üzərində ABC nöqtələri götürülmüşdür. Çevrə çəkirəm uşaqlar. A və S diametrin uc nöqtələridir. Diametr deyirsə uşaqlar. Çevrəyə diametr çəkək. Bura A-dır. Bura deməli olacaq C nöqtəsi. Diametri, B də ixtiyari bir nöqtədir. Gəlin buradan çəkək B-ni. Bunları birləşdirək uşaqlar. Mən bilirəm ki, diametrə söykənən daxilə çəkilmiş bucaq 90 dərəcədir. BAC 30 dərəcədir. Bura 30 dərəcə olarsa, məndən BCA bucağını soruşur, bu bucağı soruşur. Üstəlik iti bucaqların cəmi 90 dərəcə olduğuna görə 90-dan 30 çıxanda cavab olacaq 60 dərəcə. BC 60 dərəcədir. 27-ci sual vuruqları ayırma bölməsinə aiddir. Birinci suala baxaq. Birinci sualı vuruqları ayırmaq lazımdır. Burada biz elə bir ikiyə də seçməliyik ki, vuranda -4, toplayanda -3 olsun. Bunlar olacaq -4-lə 1. Yəni -3x kvadratını yazıram. -4x kvadratı üstə gəl x kvadratı cəmi şəklində yazıram. Bu da çıxılsın 4 olacaq. Buradan x kvadratını mötərizə xaricinə çıxartsaq, birinci və iki qruplaşdırma üsulu. X kvadratını mötərizə xaricinə çıxarsam qalır x kvadratı çıx 4. Digərində də x kvadratı çıx 4 olduğu kimi qalmışdı. Bərabərdir. X kvadratı çıx 4 hər ikisində ortaqdır. Bir də x kvadratı üstə gəl 1. Vuruqları ayırdıq. X kvadratı çıx 4-ün öz vuruqları da olacaq. A çıx 1 A üstə gəl B. Yəni x çıxılsın 2. X üstə gəlinsin 2. Vurulsun x kvadratı üstə gəl 1. Vuruqlar oldu birincidə x çıx 2. X üstə gəl 2. Vur x kvadratı üstə gəl 1. Vuruqları x çıx 2 və x üstə gəl 2 olan variantlar var. Yəni 1-ə gedir C və Y variantı. C və Y variantı 1-ə getdi. Bunu silək. Keçək. İkinci vuruqları ayıraq. Bunu silək. Gəldi ikinciyə. İkincidə vuranda -9, toplayanda -8. Elə bir iki ədəd olmalıdır ki, vuranda -9 olsun, toplayanda -8. Bu ədədlər bilirəm ki, -9-dan 1-dir. Ona görə -8x kvadratını yazıram. -9x kvadratı üstə gəl x kvadratın cəmi şəklində. Bu da çıxılsın
9. Yenə həmşə kimi x kvadratını çıxartdım mütərizə xaricindən, qaldı x kvadratı çıx 9. Yenə x kvadratı çıx 9 bərabərdir. X kvadrat çıx 9 ortaq vuruq olduğuna görə hər ikisində çıxardıram mütərizə xaricinə qalacaq. Yəni x çıx 3, x də gəl 3 və x kvadratı çıx 1 olacaq. Vurğuları x çıx 3 və x də gəl 3, x kvadratı gəl 1. Bu variantlardan təkcə biri var. Yəni vurğulardan biri x də gəl 3. 2-yə gedir bu variantı. 2 bu variantı gedir. Gəl 3-ə baxaq. Silək sonra keçək 3-ə. 3'də də vuranda 2, toplayanda -3. Bunlar -2 ilə -1'dir. Yazacağım x üstü 4 çıx x kvadratı çıx 2x kvadratı üstə gəl 2. Həmişəki qaydada x kvadratı vur x kvadratı çıx 1. Burada da 2'ni çıxardıram ötəzə xaricinə. 2 idi yoxsa 2'dir bu uşaqlar? Hə, 2'dir. 2'ni çıxartdım ötəzə xaricinə qaldı x kvadratı çıx 1 bərabərdir. Ortaq vuruq hər ikisində x kvadrat çıx 1'dir. Bu da olacaq x çıx 1 x üstə gəl 1 vur x kvadratı çıx 2. X çıx 1 x üstə gəl 1 vurğuları var. A və D variantında. 3'ə də getdi hansı variant? A və D variantı. Vurğuları ayırdıq. Gəldik neçəncə suala? 28 ətraflı tələb olunan suallardır. Bunları silək. Yirmi səkkizinci sual. 28'də uşaqlar. Burada 6x çıxılsın 20. Sürətli olacaq. Məxrəc olacaq x çıx 5. X də gəl 5. Sağdakı ifadəni ortaq məxrəcə gətirsək, olacaq x üstə gəl 5 vur x çıx 5. Sürətli də olacaq m vurulsun x çıxılsın 5 üstə gəl n vurulsun x üstə gəl 5. Məxrəclər bərabər olduğuna görə ixtisar olunur. Qalır 6x çıx 20 bərabərdir. Möhtəzələr asaq sürətdə olacaq mx çıx 5m üstə gəl nx plus 5n. Aha. X-ləri 1 yığaq uşaqlar. Ədədləri, sərbəst ədədləri isə 1 yığaq. 6x çıx 20 bərabərdir. X-i mötərizə xaricinə çıxarsaq qalır m üstə gəlinsin n. Burada da olacaq üstə gəl 5n çıx 5m. Bərabərliyin sağ tərəfinin sol tərəfinə bərabər olması üçün əmsallar bərabər olmalıdır. Sol tərəfdə x-in əmsalı 6'dır, sağ tərəfdə isə m üstə gəl n-dir. Tənklə sistemi quraq. Buradan m üstə gəl n bərabərdir 6 olacaq. 5n çıxılsın 5n isə bərabərdir -20'yə. 5n çıx 5m bərabərdir -20 olacaq. Deməli, yuxarıda hər tərəfi 5'ə vursaq əgər tələ tərəfə toplama üsulu 5'ə vursaq olacaq 5m plus 5m bərabərdir 30. 5n çıx 5m isə bərabərdir -20'yə. Tələ tərəfə toplasaq 5m-dən 5m islah olundu, qaldı 10m bərabərdir 10'a. M bərabərdir 1. M 1 isə avtomatik yuxarıda n-i yerinə 1 yazsaq, m də olacaq 5. M bərabərdir 5. Məsələ həll olundu. Bizdən m-in hasilini soruşur. 5'i 1'ə vuranda cavabımız olacaq 5. Gəldi 30-cu suala.
Bunları silək. İspat edin ki, bu tənliklər sistemində 27x kubu çıx 64y kubu ifadəsi 28-ə bərabərdir. Mən bu tənliklər sistemində yuxarıdakı ifadəni 2-yə vursam, olacaq nə? 3x çıx 4y bərabərdir 4-ə. Aşağıdakı ifadədə o 9x kvadratı üstəgəl 12xy üstəgəl 16y kvadratı bərabərdir 7-dir. Uşaqlar, mən bunları bir-birinə vursam əgər, olacaq nə? Gəlin buradan yazaq. Mən bunları bir-birinə vursam, yəni 3x çıx 4y vururam, 9x kvadratı üstəgəl 12xy üstəgəl 16y kvadratı bərabərdir 28-ə. 4 dəfə 7 28 edir. Mən də bilirəm ki, uşaqlar, bu a kubu çıx b kubunun düsturudur. Yəni a çıx b vur a kvadratı üstəgəl ab üstəgəl b kvadratı. Ona görə 3x-in kubu olacaq bu. Çıx 4y-in kubu bərabərdir 28-ə. Buradan 27x kubu çıx 64y kubu bərabərdir 28-ə. Məsələ teorem deməli sual isbat olundu ki 27x kubu çıx 64y kubu 28-ə bərabərdir.